Salam dostlar, bugün sizi İtaliyanın ən emosional, ən canlı şəhərlərindən birinə, Napoliyə aparıram. Bu şəhər sakit deyil, bu şəhər nizamlı deyil, amma bu şəhər çox realdır. Bəzən bu şəhərə gedən yolun özü artıq səyahətin bir hissəsinə çevrilir. Bu yolda elə-belə başladı. Qatar səsi ilə, reyslərin ritmi ilə, pəncərədən axıb gedən mənzərələrlə. Napoliyə doğru hərəkət etdikcə havada başqa bir enerji hiss olunur. Bu şəhər tələsməyi sevir, səs-küyü sevir, həyatı olduğu kimi filtrsiz yaşamağı çox sevir. Napoli Vezuvi vulkanının ətəyində yerləşir və min illərdir ki, bu vulkanla birgə yaşayır. Bu şəhər riskə öyrəşib, ona görə də həyat burada qorxusuz yaşanır. Napoli tarixi ilə fəxr edir, amma keçmişdə ilişib qalmır. Qədim Roma izləri, orta əsr küçələri və müasir həyat hamısı eyni anda buradadır. Napoliyə gələndə ilk diqqətimi çəkən tarixi məkanlardan biri Galleria Vittorio Emanuele oldu. Bu bina 19-cu əsrin sonlarında İtaliyanın birləşməsindən sonra inşa edilib və adını ölkənin ilk kralı 2-ci Vittorio Emanuel'dan alır. Galleria o dövrdə Napolinin modernləşməsinin simvolu sayılırdı. Avropa şəhərlərində, xüsusilə Paris və Milanda məşhur olan qapalı keçid anlayışı burada da tətbiq edilib. Yəni burada sadəcə keçid deyil, şəhər həyatının mərkəzi kimi planlaşdırılıb. Binanın memarlığında klassik və neoklassik üslub açıq şəkildə hiss olunur. Yüksək tavan, simmetrik formalar, detallı fasadlar və yuxarıdan içəri dolan təbii işıq bu məkana xüsusi ab-hava qatır. Napoli deyəndə ilk ağla gələn şey şübhəsiz ki, pizzadır. Bu pizza yeri isə ilk dəfə çoxları Eat, Pray, Love, Ye, Dua et, Sev filmindən tanıdı. Julia Roberts'in Napolidə oturub pizza yediyi səhnədən sonra bu yer artıq sadəcə restoran yox, bir simvola çevrildi. Napolinin küçələri ayrı bir dünyadır. Burada həyat küçədə yaşanır. Kiçik dükanlar, asılmış paltarlar, açıq qapılar, səslər. Bir yerdə kimsə gülür, bir yerdə mübahisə edir. Napoli səni sakit buraxmır. Səni bu ritmə qoşur. Burada hər küçənin, hər binanın öz hekayəsi var. Napolinin dar küçələri əsrlər əvvəl formalaşıb. Bu küçələr maşın üçün yox, insanlar üçün nəzərdə tutulub. Ona görə də burada hər şey yaxın, səmimi və biraz da qarışıqdır. Paltarlar eyvanlardan asılıb, naqillər başının üstündən keçir. Amma bütün bu xaosun içində qəribə bir harmoniya var. Burada hər addımda kiçik ailə dükanlarına rast gəlirsən. Bir yerdə pendir satan var, bir yerdə meyvə tərəvəz, başqa bir küncdə isə 100 ildir dəyişməyən ayaqqabı ustası. Bu dükanlar Napolinin yaddaşıdır. Küçələr həm də çox səslidir. Burada insanlar danışmır, danışaraq yaşayırlar. Əl-qol işarələri, yüksək ton, pəncərədən pəncərəyə söhbətlər Napolilər üçün səssizlik, boşluq deməkdir. Napoli küçələrində gəzərkən keçmişlə bugün eyni anda qarşına çıxır. Bir tərəfdə qədim daş divar, digər tərəfdə müasir mağaza vitrini. Bütün bunlar bir-birinə mane olmur. Əksinə, şəhəri daha real edir. Burada hər küçənin öz ruhu var. Bəzisi ticarətlidir, bəzisi daha sakit, bəzisi sadəcə yaşamaq üçündür. Və bu küçələrdə gəzdikcə anlayırsan ki, Napolini başa düşmək üçün xəritəyə yox, vaxta ehtiyac var. Napolinin küçələri səni ya yorur, ya da özünə aşiq edir. Amma heç vaxt laqeyd buraxmır. Çünki bu küçələr yaşanmışdır və hələ də yaşanmağa davam edir. İndi Napolinin küçələrində sadəcə gəzirəm. Heç bir plan olmadan, hara çıxsa ora. Və açığı deyim ki, Napolini belə gəzmək daha maraqlıdır. Əlimdə kamera, ağlımda heç bir plan yoxdur. Bu şəhərdə plan saxlamaq çətindir onsuz da. Bəzən dayanıb insanlara baxıram. Kimsə tələsir, kimsə sadəcə dayanıb danışır. Hamı öz işindədir. Amma eyni anda hər şey açıqdır. Kameranı bəzən söndürmək istəyirəm. Amma sonra fikirləşirəm ki, elə bu anlar videonun özüdür. Sözsüz, plansız, ssenarisiz. Napolinin içində gəzdikcə öz ritmini tapırsan. Nə çox sürətli, nə də yavaş, sadəcə uyğun. Bəzən dar bir keçiddən çıxıb geniş bir yerə düşürsən
və bu keçidlər təkcə fiziki deyil, hiss kimidir. Bir an əvvəl səs-küy, bir an sonra sakitlik və bu şəhər sənə məni anla demir. Sadəcə deyir ki, buradayam. Burada küçə kafelərinin bəzisi hələ 1800-cü illərdən fəaliyyət göstərir və Napoli mətbəxinin klassik dadlarını qoruyur. Napolinin məşhur divarında yerləşən bu heykəl Pulcinella burnu adlanır. Hər kəs burunla şəkil çəkdirir, buna görə küçədə daim gülüş və əyləncə hiss olunur. Sizə bayaq dediyim kimi, Napoli deyəndə ağla ən birinci pizza gəlir. Çünki burada pizza sadəcə yemək deyil, bir ənənədir. Və nəhayət gözlədiyim an, Napolidə pizzanı dilim-dilim yox, bütöv gətirirlər. İsti, sadə, amma mükəmməl balansda, ilk dişləmədə. Videoda da reaksiyamı görə bilərsiniz. Bu dadın niyə bütün dünyaya yayıldığını elə ilk saniyədə mən də anladım. Sadə inqrediyentlər, amma böyük hörmətlə hazırlanmış. Bu, Napoli ruhudur. Napoliyə gəlib, Napoli pizzasını dadmasam olmazdı. Şəhərin bəzi yerlərində evlərin altından yeraltı Napoli, qədim tunellər və sarnıçlar keçir. Bu küçələrdə pəncərədən nəsə atmaq, qonşuya yuxarıdan danışmaq hələ də adi haldır. Napolidə küçə sadəcə yol deyil, evin davamıdır. Ona görə də həyat həmişə çöldədir. Napolidə bir ad var ki, onu hər yerdə görürsən. Diego Maradona. O, Napoli üçün sadəcə futbolçu olmayıb. Maradona bu şəhərə qürur verdi, səs verdi, kimlik verdi. Napoli tarixində ilk böyük futbol uğurları onun adı ilə bağlıdır. Ona görə də Maradona burada əfsanədir. Divarlarda yaşayan bir simvoldur. Napolinin divarlarında hər küncündə Maradonanın şəklinə rast gəlmək mümkündür. Napoli ziddiyyətlərin şəhəridir. Bir küçədə lüks dünya brendləri, yan küçədə isə çox sadə, cibə uyğun dükanlar. Burada hər kəs üçün bir şey var. Bahalı ilə sadə, klassik ilə xaotik yan-yana mövcuddur və bu qarışıqlıq Napolinin ən gözəl tərəfidir. Napolidə gəzmək istədiyiniz zaman qaçırılmaması lazım olan yerlərdən biri Piazza del Plebiscito meydanıdır. Bu meydan şəhərin ən böyük və ən simvolik meydanlarından biridir və adını Napolinin İtaliyaya birləşməsindən sonra keçirilən plebisdən alıb. Meydanın eni təxminən 250 metr, uzunluğu isə 175 metrdir. Beləliklə həm yerli sakinlər, həm turistlər üçün böyük açıq məkan yaradır. Ətrafında Napoli tarixini və mədəniyyətini əks etdirən iki məşhur tikili yerləşir. Birincisi Kral Sarayı. Bura 17-ci əsrdə inşa edilib və Napoli krallığına ev sahibliyi edib. İkincisi isə San Francisco de Paolo kilsəsi. Meydanın qərb tərəfində yerləşir. Klassik memarlıq üslubunda Romadakı Panteondan ilham alınıbdır. Meydan həm də ictimai həyatın mərkəzidir. Burada konsertlər, tədbirlər, açıq hava sərgiləri tez-tez keçirilir. Yerli sakinlər üçün sadəcə gəzinti, kafe və söhbət üçün ideal məkandır. Piazza del Plebiscito yalnız memarlıq ilə deyil,
Napolinin ruhunu hiss etdirmək bacarığı ilə də məşhurdur. Meydanın açıq sahəsi və sütunlarla əhatələnmiş kilsə, tarixi binaların möhtəşəmliyi sənin önündə şəhərin əsrlər boyu yaşadığını göstərir. Və səyahətin ən sakit anı. Napolinin sahili. Burada zaman bir qədər yavaşlayır. Balaca qayıqlar sahildə dalğalarla yüngülcə yellənir. Dənizin sakit səsi qulaqlarında əks-səda verir. Bu anlarda zamanın mövcudluğu önəmli deyil. Sən sadəcə burada, indi Napoli ilə birlikdəsən və indi 2025-ci ilin son günü, yəni 31 dekabr. Bu anı sizlərlə paylaşmaq istədim. Yeni il hər birimiz üçün sülh, sevgi, xoşbəxtlik və kiçik anlardan böyük xoşbəxtlik gətirsin.